Bu maşının yaradıcısına vaxtilə müəllimləri səndən adam olmayacaq deyirdilər. Tanış olun, Li Xian 81-ci ildə sadə bir ailədə anadan olan Li'nin məktəbdə qiymətləri o qədər aşağı idi ki, ailəsi belə ona ümid bəsləmirdi. Amma atası evə kompüter gətirəndə hər şey dəyişdi. Li məktəblikən texnologiya saytı yaradı. Xəbərləri hamıdan tez paylaşmaq üçün hər səhər 5-də oyanırdı. Nəticədə isə məktəbi bitirəndə artıq ayda $2000 qazanırdı. O universiteti rədd edib Pekinə köçür. Əvvəl PC Pop, sonra isə əfsanəvi Autohome saytını yaradır. 2013-cü ildə şirkəti New York birjasına çıxarır. Dəyəri $3 milyard olur. Li artıq gənc milyonçu idi, amma o rahatlığı seçmir. 2015-də istefa verir. Məqsədi maşın haqqında yazmaq yox, onu istehsal etmək idi. İlk cəhdi SEV layihəsi olur, yəni kiçik elektrikli maşın. Amma Çin hökuməti qanunları dəyişir. 2 illik layihələri istehsala başlaya bilmir və Li şirkəti sataraq $28 milyon itirir. Hər kəs onun təslim olacağını düşünürdü, amma o bütün sərvətini riskə atıb yeni ideya ilə gəlir. REV, yəni hibridə bənzər, lakin mühərrik təkəri fırlatmır, sadəcə generator kimi işləyir. İnvestorlar bu iş tutmaz desə də, Li və onun dostu öz pulunu bu işə qoyur. 2019-da Li Van bazara girir və satışlar partlayır. Ardınca gələn Li 9, 8, 7 və 6 modelləri isə rəqiblərini məhv edir. Bugün Li Auto öz segmentinin lideridir. Vaxtilə səndən adam olmaz deyənlər isə yəqin ki, indi Li L9-a həsəd apararaq baxırlar.